Nənəmin bağını gözəlləşdiririk part 4. Əvvəlki hissədə çoxunuz maraqlanırdınız ki, yumurta karobkasından nə hazırlayıram. Baxın, həmin dibçək artıq hazırdır. Tam quruduqdan sonra onu su butulkasından çıxarıram. Sonra bağa keçib bu iş üçün mənə lazım olan şam budaqlarını topladım. Onları yuyub qurutdum ki, həm təmiz, həm də səliqəli görünsün. Bu arada əvvəlki hissədə qızımla birlikdə rənglədiyimiz şam qozaları da artıq hazır idi. Onlara baxdıqca yaxşı ki, birlikdə etmişik dedim. Bərabər topladığımız xatirələrin dəyəri tamam başqadır. İndi isə onları bir-bir yerinə yerləşdirməyin vaxtı idi. Əgər siz də belə bağ dekorlarını, təkrar emal ideyalarını və əl işlərini sevirsinizsə, səhifəmi izləməyi unutmayın. Qarşıda həm bu bağı, həm də evi gözəlləşdirəcək bir-birindən maraqlı əl işləri paylaşacağam. Artıq bütün detalları bir-bir yerinə yerləşdirməyə başladım. Hər detal əlavə olunduqca hazırladığım dekor yavaş-yavaş tamamlanırdı. Həmişə düşünürəm ki, gözəllik yaratmaq üçün mütləq bahalı əşyalara ehtiyac yoxdur. Bəzən təbiətdə olanlar və artıq istifadə etmədiyimiz materiallar ən gözəl nəticəni verir. Və nəhayət son görüntü belə alındı. Məncə bağa çox yaraşdı. Bəs siz necə düşünürsünüz? Fikirlərinizi şərhlərdə gözləyəcəyəm. Hələlik.